Hamını salamlayıram. Sizinlə əlaqə saxlayır Guru Markets. Korporasiya haqqında ümumi məlumatlarla başlayırıq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sizi tədqiq olunan korporasiyanın hər bir göstəricisine daha diqqətlə baxmağa dəvət edirik. İndi təşkilatın cari göstəricilərini təhlil edəcəyik. Gentex Corporation Ticker GNTH. İcmal 23 Aprel 2025 il tarifinə olan məlumatlar əsasında yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Gentex Corporation alt kateqoriyaya aiddir. Auto elektron təhlildə 33 təşkilat iştirak edir. Bu çox təmsilçidir. Bu videonun nəticələrinə əsasən verilən qərarları axtarın. Şirkət üçün ümumi nəticə 10 baldan 7,5 bal. Alt kateqoriya üzrə orta qiymət 1,5 bal. Geniş baxsanız, bütövlükdə bütün ABŞ bazarında. Bütövlükdə bazar üzrə orta balın 1,8 bal olduğunu görəcəyik. 3-ün 7,5 xalla qarşı-qarşıya Gentex Corp. Şirkətin səhm qiymətinin dinamikasının müqayisəsi Gentex Corporation və alt kateqoriyalı şirkətlər. 12 ayda hissləri görəcəyik. Gentex Corporation -35,2% dinamika göstərib. Alt kateqoriyada qiymət dəyişikliklərinə qarşı -12,1%. Bu qətiyyən heç nə demək deyil, amma bu faktı nəzərə almalıyıq. Şirkətin bazar kapitallaşması Gentex Corporation 4,92 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 100 milyard dollardır. Gentex Corp 4,945% paya malikdir. Bu alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitalı 2,46 milyard dollardır. Və alt kateqoriyanın kapitallaşması 42 milyard dollardır. Gentex Corp 5,843% pay təşkil edir. Bazar və balans kapitallaşma paylarını müqayisə edərək aşağıdakıları görə bilərik. Paylaş Gentex Corporation alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə isə 4,945% təşkil edir. Balans dəyəri 5,843% təşkil edir. Bu da bazar kapitallaşmasının payından 18% çoxdur. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Şirkətin heç bir maliyyə öhdəliyi yoxdur. Şirkətin borc öhdəliklərinin səviyyəsinə görə reyting çox yaxşı 2 bal. Cəmiyyətin birja dəyərinin mənfəətinə nisbəti 12,3-ə uyğundur. Alt kateqoriya üzrə orta göstərici 137,9-udur. Bu, alt kateqoriyadan 91% aşağıdır. Alt kateqoriya təşkilatları ilə müqayisədə mübadilə qiymətinin mənfəətinə qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 399 milyon dollar olub. Növbəti 12 ay ərzində gələcək mənfəətin 462 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 15,8% çoxdur. Alt kateqoriya ilə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 2:1-dir. Alt kateqoriya üzrə orta göstərici 1,9 təşkil edir ki, bu da alt kateqoriyadan 11% yüksəkdir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bazar qiymətinin gəlir göstəricilərinə qiymətləndirilməsi dözümlü 0 bal. Son 12 ayda gəlir 2,310 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 2,630 milyon dollar olacağı gözlənilir. İndikindən 14% çoxdur.
Proqnozlaşdırılan gələcək gəlir göstəricilərinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 17,2%, alt kateqoriya üzrə orta hesabla 1,4% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 15,9% təşkil edir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə marjinallığın qiymətləndirilməsi yaxşı 0,5 bal. Alt kateqoriyada işçilərin sayına görə şirkətin payı 2,286% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 116% azdır. Bu fakt təşkilatın cari bazar qiymətinin balanssızlığını əks etdirir. Gentex Corp, yəqin ki, yenidən qiymətləndirməyə doğru. Təşkilatın hər bir işçisi üçün bazar kapitalının məbləği $796.000. Alt kateqoriyada isə $368.000 var. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 116,3% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən bazar kapitalının həcminin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisinə düşən mənfəət $64,500. Alt kateqoriya üçün orta hesabla $2,700 və alt kateqoriya orta göstəricisi ilə şirkətin performansı arasındakı fərq 2,318%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin bir işçiyə düşən mənfəətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Təşkilatın hər bir işçisinə düşən gəlirin payı $374.000-dır. Alt kateqoriyaya görə $195.000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin performansı arasındakı fərq 92%-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi yaxşı 0,5 bal. Səhmlər 3,4% ilə qısadır, alt kateqoriya orta hesabla 7,2%-dir. Bu mümkün qısa sıxılma riskinin göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %42 səviyyəsini göstərir. Gentex Corp. Alt kateqoriyada RSI səviyyəsi 14, təxminən 43%-dir. Texniki cəhətdən alt kateqoriyalı qiymətli kağızlar şirkətin səhmləri ilə eyni şəkildə kotirovka edilir. Gentex Corp. Şirkətin səhmlərinin faktiki qiymətləndirilməsi təqribən $21,74-dır. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi təxminən $27,6-dır. Cari təxminlə konsensus proqnozu arasındakı fərq təxminən 27%-dir. Sizin üçün mövcud olan sifariş cədvəlinə baxaq, bağlanmış şərhdə ona bir keçid. Sifariş cədvəli əvvəllər yardım sistemi tərəfindən müəyyən bir mövsümdə qəbul edilmiş bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Şirkətin qiymətli kağızlarının qiymətləndirilməsinə əsaslanır. Gentex Corp. Məlumat və arayış qiymətləndirmə sistemi Guru Markets qərar qəbul edilib. Bir səhm üçün $21,75 qiymətində alış sövdələşməsini açın. Sifariş şirkətin kifayət qədər yüksək qiymətə malik olması səbəbindən açılıb. Təşkilatın qiymətləndirilməsi qiymətləndirmə metodları AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 23,3 səviyyəsində müəyyən edilmişdir. Stop loss 20,2 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sövdələşmə 23 may 2025-ci il tarixli ticarətin nəticələrinə əsasən avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker, M&OS, balanslaşdırıcı satış sifarişi olacaq. Balanslaşdırma qaydası ilə bağlı video bu kanalda yayımlanacaq və ya artıq yayımlanıb.
Sifarişlərdən birini bağlayarkən əsas və ya balanslaşdırma. İkinci sifariş faktiki qiymətə müəyyən edilir. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hər kəsə çox sağ olun Guru Markets.